Vətən, torpaq və şəhidləri ilə ucalır. Faciələr tariximizə nələri qazandırdı? Aydın Mirzəzadə, Şəmistan Əlzamanlı, Elnur Zeynalov, Hüsniyyə Mürvətova ilə 25 illik tarixə birgə nəzər salacağıq. Bu axşam saat 19-da gündəlikdə. Vaxtı çatıb səmənlərim. Başlaya bilərsin. Öldür getsin. Mən sizi düşdüyüm adam için ata bilmərəm. Günahkar. Arvadın gözünü də güllənir. Bu işte hiçbirinin günahı yoktur. Bu axşam saat 21:30-da. Bura iqtisadi zonadır. Gəlir təkcə pul deyil, gəlirlərlə çıxarlardan, artımdan, itkidən, vergidən, bir sözlə iqtisadi zonanın hər bucağından danışacağıq. Vaxta qənaət etməyir, iqtisadi zonaya baxın. Günel Bəhram qızının təqdimatında İqtisadi Zona tezliklə. Hörmətli bəy və gəlin, siz toydan əvvəl bizim şoumuzda iştirak etməyə hazırsınız? Bəli. Və siz? Qaç! Qaç! Toydan əvvəl tezliklə. Sponsorlar Nigar Estetik və Oligarx kişi geyimləri. Bu CI moduldur. Müasir rəqəmsal televizor sahiblərinin ATV Plus kabel televiziyasına qoşulması üçün bu modulu əldə etmək kifayətdir. CI moduldan istifadənin üstün cəhəti odur ki, həm tünerlərdən, həm tünerlərin yerləşdirilməsi üçün televizor altı rəflərdən azad olaraq otaqdakı əraziyə qənaət edəcəksiniz. ATV Plus'un kanallarını yalnız televizorun pultu ilə rahatlıqla idarə edərək, siz 11 yerli və 84 xarici televiziya kanalını rəqəmsal olaraq izləyə biləcəksiniz. Heydər Əliyev Fondunun təşkilatı, Medex Hospitalının tibbi və ATV'nin informasiya dəstəyi ilə 19-24 yanvar tarixlərində Medex Hospitalda 20 yanvar hadisələrinin 25 illiyi ilə əlaqədar olaraq heç kim unudulmur, heç nə yaddan çıxmır deviz altında aksiya keçiriləcək. Hospitalda 20 yanvar şəhidlərinin ailə üzvləri və 20 yanvar əlillərinin özləri, o cümlədən ailə üzvlərinin ödənişsiz tibbi müayinə və diaqnostikası təşkil olunacaq. Cənubi Afrikada qəzaya uğramış təyyarənin sərnişinlərinin axtarışı davam edir. Bir gecədə həyatımızı dəyişdirə bilərik. Nəsə baş verir? I know where is the map. Mən bilirəm xəritə kimdədir. Gələr mənim yanıma ki, mənim saqqızımı uğrasın. Deməli dostunuz oğrudur. Ben icra hakimiyetine şikayet edeceğim ki gelip bütün kanunsuz tikintilerini söküp yerinden havasını örgütüksünler. I will kill you. Səni öldürəcəm. Özünü nə hesab edirsən? Ayıbdır. Vallahi ayıbdır. Bu almazı bütün Interpol aktarır. Səhra Almazı tezliklə bütün kinoteatrlarda. Uğurlu nəsillər üçün Helen Harper uşaq bezləri Savuşkin Produkt süd məhsullarının sponsorluğu ilə gün üzü başladı. Ha uşaqlar, yaxın gəlin. Başlayırıq ha. By the way
Nəhayət 2 günlük fasilədən sonra yenə də biz efirdəyik. Studiyada mənəm DJ Roşka. İlqar da gələcək indi. İlqar da buradadır. Amma İlqar elə bir balta ilə gəlmək istəyir bura. Əlində balta. Kimi baltalayacaqsa? Məni? Mən neynədim? Qarşılayaq. Alqışlar İlqar Mikayıloğlu. Beni kim baltalayacaq? Neynədim? Korktu yenəcək. Yeri gəlmişik, yadımdan çıxmışdı. Azərbaycan şəxsiyyətdə salam, hər vaxtınız xeyir. O, səhərimiz deyəsən balta ilə aşılıbsa deməli yaxşı aşılıb. Necəsiniz, vəziyyətiniz necədir? Salamatçılıqdır. Efirdə baltalaya yeridir. Daha bizim başqa nəyi bacarıq ki ondan artıq. Nə də olmasa onu gedirəm aşağı. Ağsaqqal, hələ efirdə səhərin gözü açdan kimi əlimizin üstə qəşəng bir dənə şəkil var idi. Ləzzət elədi mənə. Bir başqa efirdə göstərdilər. Gördünüz onu? Özünüz görmədiniz? Hə? Mənə birbaşa həmin şəkli göstərdilər. Belə çox belə maraqlı gəldi mənə. Dənizdə işləmiş, hər vaxtınız xeyir. Bunu deyirəm. Uşaqlı şəhəri, bu 64-cü ildə yataqxanada qalındı, burada incə istəyir. Bir dənə Rus balası yazdı bana. Rus balası götürüb, davay mı uçudan narkotikam, narисуем? Cavanlığı da burada 64-cü ildə yataqxanada qalırdı. Aha, amma dənizdə ümumiyyətlə aidiyyatınız yoxdur. Və o Rusun özünün necə, Rus balasının özünün dənizə aidiyyatı var. Bir yerdə işləyirdik, Neftarimada. Hə, indi haradasa bir dənizə meyilli olmuşsunuz da. Neftarimada işləyirdik də elə yataqxanada olurduq da. Onda neçə yaşınız olardı təqribən? Maliyet pulu alırdı. Mənim maaş alırdı, mənim maliyet pulu 15-16 yaş. 15 yaşım. Hə, odur. O cavan dövrlərdə özümü göstərirəm ki, bəs mənim də beləsinə şəklin var qəşəng. İndi beləncə bir şəkil çəkdirərsiniz özünüz üçün. Yox. Niyə? Niyə? Profesör Ramon hələ çəkdi. Uğraş gedəcək. Əstağfurullah, yaxşı da söymə günə kişidir də işlətən də. Yaxşı da. Hə, də niyə oxuyursun? İndi şəkil də, nə olsun? Niyəsə yaxşı deyil. Niyə yaxşıdır, mənim maraqlıdır? Hə, futbolistlər maşallah baxırsan hamısını belə sonra... Əl üstə pisdir də bu biləs. Amma bağlı yerdə olsaydı olardı, hə? İndi tutalım gəlib ki, harsa burada kürəkdə, çiyində, harsa bir dənə qəşəng şəkil çəkdirərsiniz. Yox, kürəkdə yox. Niyə, kürək bağı görsən bir də daha? Səhv sayırsan onu. Cavanlıq səhvidir, aydındır. Eyb yox, nə olar? Mən nəsə belə xoşuma gəldi. Amma deyəsən, üzüyün də altında bir dənəsi var. Hə, bəs o nədir? Aha. O nədir bəs? Üzük. O da üzüydür. O niyə? O da elədir. O da elə bir dənə başqa bir Rus gəldi ki, bir dənə də üzük.
Hə. Bunun da elə bir Rus balası əskəyət elədi. Onu da əskərlikdə elədi. Aydın. Evlənəndən sonra heç kimə işlə çəkməyib üstünüzdə. Evlənəndən sonra heç kimə işlə çəkməyib. Ondan sonra düz vəssalam olmaz da. Böyüdüm. Necələ bunu var elə mən xəcalət çəkirəm. Xəcalətçiyim. Nə bilim oğlum, mən elə gəldi ki, indi çünki çox çəkdirirlər. Ona görə deyirəm, belə cavanlar yoxsa çox çəkdirirlər. Özdə nə gəldi çəkdirirlər, bilmək olmaz. Yaxşı deyil, yaxşı saymırsınız. Aydındır. Nərman da sizdə yoxdur elə şəkillərlə maraqlı. Daban altında, əlin için. Hə. Rəhmətə gedən qardaşım, əvvəla salamlayıram bütün tamaşaçılara, ruzu bərəkət arzulam. Qardaşım, rəhmətli elə, o qədər mənim belə xatirimi çox istəyirdi. Nəriman yazmışdı qardaşım. Amma mən bu işlərin nəsə də uşaqlıqdan belə xoşlamırdım. Pis işlərdən məşğul olmuram. Xoşlamırdım. İlqar... Yox, mənlə sualım buraya can idi. Qalan başqa söhbət lazım deyil. Bilirsən nəyə görə mən bunu deyirəm? Hə. Kaş o baltanı göstərdiyiniz, kaş. O negativ o şeyler var ki bizi əziyyət verir, onun dibindən onu baltalayardılar. Bizim problemimiz olmayadı İlqar. Bak komşular gəlir mənə narahat eləyir ki, niyə havanı açmışlar? Abi olmayan yerdə hava onsuz da mənasızdır. Necə yəni, niyə havanı açmırsan? Başa düşmədim. Qızdırıcı da havanı gəl açmalı. Məndə də 9-cu mədə sistem uyğundur. Düzdür, nöş açmırsın. Açıram. Fərqi yoxdur İlqar, yoxdur. Nə istilik var, nə hava var, nə su var. Hava istilik sisteminin havasını. Ha, başa düşdüm. Mən deyirəm görürsən, kişi deyəsən hələ danışıram, fikir verirsən. Uzaqlaşmışam, artıq çıxıb gedirəm. Musiqinin altında patqılat. Belə yavaş-yavaş qaçıram ki, hələ danışıram. Mən deyirəm, hava neysə olan şeydir. Və salam, Nərman dayı, xamuş. Və salam, bitdi. Mən qələt elədim yaxınlaşdım mikrofonu. O baltanı mən bir dəfə buradan özümə bir dənə vırım. Və salam. Başqa variant yoxdur. Neyse, Allah sən mərəm bu elə. Neyse, bugün ama tamam başka bir şeyden danışacağıq. Bugündən çox maraqlı bir mövzumuz var. Olub dəfələrlə. Nərman da özünüz də rastlaşmışsınız, gəlin etiraf eli. Olar, bəli, olar. Ola bilər ki, deyiblər ki, Nərman da orada oturub, niyə belə yaşına uyğun olmayan belə söhbətdə eləyir. Deyiblər, mənə deyiblər. Yaxşı, desinlər. Bu belə. Ondan sonra və yaxud da ki, başqa bir yaşlı görürsən ki, misal üçün da, yaşlı adam deyirsən ki, 4-cü qonağımız gəlmişdi, yadınızda da, ağsaqqal kişiydi, qaçdı, idman elədi, heyf, yoxsa güləşərdiniz oyla. Qəşən bir güləşmək, hara aparırdınız kişini? Ya lazım deyir, neysə. Deməli, söhbət nə gedir? Yaşa uyğun insanın özünü aparmasından çox şey asılıdır. Düzdür, bir tərəfdə indi cavanlar var ki, görürsən özün belə lap ağır göstərdi, ağır cəhillərdən. Əslində o deyil ha. Bilməm əslində o deyil. Təbii. Amma görürsən özünü elə göstərir ki, güya bu bir sənə, qardaş, bir sənəcədir, mənim həyatımda gördüklərimi sən ümumiyyətlə görə bilməyəcəksən. Baxsan ki, belə də təqrib baxsan ki, görürsən neçə yaşı var da bunun da. Maksimum onlar da 23-24, yaxşı, indi Allah bərəkət versin, 25. Və bu 25 yaşına qədər ümumiyyətlə nə görüb, harada görüb, nə vaxt buna imkan macal tapdı görməyə və nə vaxt bu gördüklərin hamısı buna bir dərs oldu. Başa düşürsən ki, bu haradasa kimdənsə belə də o sünar oldu. Hər an ağzından bir şey eşidib. Hə, o Pabratski məsələsində elə bir şeylər eşidib və buna elə yəqin ki, bundan yoxdur. Nə danışsın. Və yaxud da ki, qocanı görəndə ki, biraz şux qocadır, biraz belə özünü cavan saxlayıb, deyirlər ki, yox, buna baxay. Yaxşı bir dənə söz də var, onu istifadə edirlər. Bir sözdən, özümüzü hansı yaşda hiss edirik? Nərman da özünüzü hansı yaşda hiss edirsiniz? Rəqəm. Mən onu soruşmam. Mən deyirəm ki, bir də yaxınlaşıram, bir də deyək Nərman. Nərman da neçə yaş, səmimi? İnanın ki, mən özümü ümumiyyətlə hiss eləmirsiniz. Hiss eləmirəm. Elə bir şey insan... Xanım, özünüzü neçə yaşda hiss edirsiniz? Mənim yaşım o bir yaş məndən böyükdür. Özünüzü, daxildə, içərdə. Elə biləm ki, hələ cavanam. Elə bilirsiniz ki, hələ cavanım. Yaxşı, çox gözəl. Bu belə. Siz? Mən də elə. Cavan, doğrudan cavan istəyirsiniz özünüzü. Belə olmayan ki... 40 yaşında, 50 yaşında. Belə durub 40 yaşındakı bir cavanlığı düzünür, 40 yaşında, orta yaşda. Amma bir 40 yaşının hərəkətlərini eləyərsiniz.
Bəli, eləyərəm hələ. Yaxşı. Aydındır. Mən 15 yaşında. 15 yaşında, malaletkada, aydındır. Yaxınlaşmaq olmaz. Siz Ağsaqqal. 40'ı çıxmış kimi də belə. 40'ı çıxmış kimi. Yaxşı. Siz necə? 50'ni. 50. Özünüzü 50 yaşında hiss ediyorsunuz. Daxildə. Yaxşı. Siz necə? Dörgüm özün yaşlıysa böyle. Artıq Ben yaşlı. 68 yaşım var. Və 68 də hiss ediyorsunuz. Siz necə Ay xanım? Öz yaşınıza kimi. Nə artıq, nə aşağı. Aydın. Bax belə fikirlər bir balaca Kurban ederim ben canana, malımı pulumu canımı ben. Gel hanım gel yanıma gel, canım gel yanıma gel. Əslə qalsa məhz bu dahi əsər Nərman da ürəyindən oldu yaranandan lap mahnı. Nərman da lap ürəyindən oldu. o özü elənçini hiss edir də və bilmirdin onu. Üzeyir Hacıbəyev də bu dahi əsərini yaradandan sonra demişdi ki, mən əvvəllər elə bilirdim ki, 50 yaşında insan qoca insandır. Amma bu əsəri yaradandan sonra başa düşdüm ki, yox. Əslində cavan oldu. 50 yaş hələ heç nə deyil. 50 yaşına çatandan sonra başa düşdüm ki, yox. 50 nədir ki? Təsəvvür edirsən də söhbət nədən gedir də. 50 yaşına özü çatandan sonra təsəvvür edib ki, elə bilirdi ki, 50 yaşında insan qoca olur. Əsəri yazanda onu qoca kişi kimi göstərirdi də. Amma özü gəlib 50 yaşına çatıb görüb yox, əslə qalsın deyən 50 yaş nədir ki? Ümumiyyətlə hər yaşın öz gözəlliyi var. Yəni boş yerə deməyiblər bunu. Amma özünü nə cür hiss edirsən, baba bu məqamlar var. Bu çox belə vacib bir məqamdır. Əslində qalsa bizdə o yaş məsələsi gəlib çatanda həmişə deyirik ki, yox, yaşlısan özü yaşlı apar, ağır apar, ağır otur, batman gəl, nə bilim, nə ilə. Amma başqa millətlərdə onu görmək mümkün deyil. Həqiqətən də. Lafı ki, Slavyanlarda ümumiyyətlə belə deyir. Slavyanlarda hətta yaşlı insanlar görürsən ki, elə öz dərini aparırlar ki, buna sən üzünün qırışını görməsin, deməzsən ki, bu bir adam dənə yaşlıdır. videosu çıxmışdı. Qoca kişi oynayır, əlində çəliyə belə tullayır. Baxırsan. Sağ ol, bax görürsən, eləyə bilər bizimkilər onu. Bəlkə də elə bilər, prosto nə bilim. Mümkündür. Burada artıq mentalitet məsələləri var ki, burada... Onlar qoymur, onlar da... Hə, ona imkan verməzsən. Bizimkilər hamısı ağır olmalıdır, mütləq. Yaşıma görə hərəkət elə. Gülməməlisən heç yerdə. Heç yerdə gülməməlisən. Gülməməlisən. Heç yerdə gülməməlisən. Yalnız və yalnız sifətindən zəhrimar yağmalıdır. Bir söz var, deyir ki, kişisən, bu nə özü aparmaq? Ayıb da. Mütləq. Belə bax, belə də, belə olmalısan, belə. Sən hər şey var, belə baxmalısın. Niyə? Axı niyə? Niyə? Səbəb nədir? Ağır oğlandır, bu yaşlı. Elədir, sevirsən, həyatı hələ görməmsən. İndi mən onu deyə bilərəm. Bunu ilə paralel bizim efirlərimizdə də görmüşük. Elə insanlar var ki, onların həqiqətən yaşı ilə özünü aparması arasında fərq kifayət qədərdir. Çox görmüşük də. Var. Yəni fakt bu insanın içində nə varsa odur, içindən gələn bir məqam var da. Çox nadir hallarda bunu oynaya bilərsən. Nadir hallarda, onsuz da dahi bir, nə bilim, nə cür aktyor olmalısan ki, onu oynaya bilərsən. Fakt hər halda bu belədir. Neysə, mən indi elə qonaqlarımızı dəvət edəcəm studiyamıza ki, məhz onların özləri həqiqətən bu barədə çox gözəl danışa bilərlər. Qonaqların içində biri var ki, o həqiqətən də cavandır. Mən yaşına, necə deyilir, yaşı biraz olsa da, amma mən elə bilirəm ki, həqiqətən o cavandır. Bəli, onda ya belə deyil, mən qonaqları dəvət edeyim, sonra sən deyərsən ki, məhz kimi nəzərdə tuturdun? Deyərəm. Deyə bilərsən. Həqiqətən deyərəm. Yaxşı, lap yaxşı. Yaxşı. Belə, mən ilk olaraq bir qonağımızı dəvət eləmək istəyirəm. Görüm. Elə onu deyirəm. Həri? Elə onu deyirəm. Mənim üçün bu həqiqətən də, bu insan həqiqətən qocalmır. Mən elə düşünürəm ki, bu qocalmır. Həmişə kimi cavandır. Kimi nəzərdə tutur? Bu da ağırayım. Azərbaycanın xalq artisti Arif Quliyevi dəvət edirəm studiyamıza. Buyurun. Mən yamana, qurban edərəm mən canana, malımı, pulumu, canımı mən. Gəl, hanım gəl yanıma gəl, canım gəl yanıma gəl, canım gəl yanıma gəl. Mən ölüm, mən ölüm, mən ölüm. Hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Çox sağ olun, hər vaxtınız, hər anınız xeyir olsun. Və mən sizləri salamlayıram. Mavi ekran qarşısında oturub, yəni bizə tamaşa eləyən, bizi dinləyən, bizə göz nəzərlərini dikən, bütün yaşından, özündən asılı olmayaraq, bütün xalqımızı salamlayıram. Baxmayaraq ki, bu günlər ağır günlərdir. Tema isə, yəni bugün hələ bilmirəm, eşitməmişəm nədir, indi biləcəm və hər birinizə uğurlar arzulayıram. Güclü zarafat idi, bilirəm.
Belə, bizim diyeceğimiz iddia edir ki, məhz sizin nə cür deyirdin, yaxşı özün deyirən onu. Mən deyirəm ki, Arif müəllim heç vaxt qocalmayacaq. Həmişə cavan qalacaq. Bilirsən, bu... Çox mədəni formada dedi ya onu. Həm məzəli, həm amma... Yox, mədəni deyirəm, mən deyim Yəni biz maraqlı bir ləqfə var idi ki, neçə yaş belə bir yaşamaqdan məsələ söhbət var. gedir. Ümumiyyətlə, elə insan, elə məxluq Allah bəndəsi yoxdur ki, o qocalmasın. Bu təbii bir prosesdir. Lakin özünü qocalmaq variantını görmək istəməyən insanlar var. Amma qocalıq özü zirvədir. Necə ki, bugün şəhidlərimiz zirvəyə ucalıblar, öz qəhrəmanlıqlarıyla, xalqımız yəni öz gördüyü əməlləri ilə, işləri ilə zirvələrə ucalıblar və qocalıq özü, mənalı, dəyərli qocalıq özü bir fəxarətdir. Burada mən sizdən razılaşa bilmirəm. Mən deyim niyə, iş arasındadır ki, mənim aləmimdə 39-40 yaşından sonra insan daha qalxmır, insan düşməyə başlayır. Yox, onu dəqiqləşdirək. 60-a qədər qalxır, sonra isə eniş var, o enir. İndi sizin neçə yaşınız var? Mənim mayın 16-65 yaşım tamam olacaq. Deməli artıq yavaş-yavaş siz... Bu il mənim yubiley deyəndə yubiley 70'dir, amma 65 yaşım tamam olacaq və elə bilirəm ki, insan özündən asılıdır. Hər şey öz əldir. İnsanın yəni özünü necə tarazlayırsa, özünü necə müəyyənləşdirirsə, o tarı ki götürürsən, sən nastroyka edirsən, yəni onu qurursan, sazlayırsan, onun səs ahəngini yaradırsan, onun səslənmə gücünü, rəngarəngliyi təmin edirsən, insan da özünün nastroyşkidir, özünün daxili qurucusudur. O özünü necə qurursa, necə daxilən hazırlayırsa, o məqamları da yaşayır və o yaşama ona qismət olur. İndi Arif müəllim yaşın 65 dediniz olacaq. İndi mən düşürsün aşağıda yavaş-yavaş zirvədən. Təbii, o təbiidir, bilirsiniz. Bir Allahın bir yəni bir izni var. Deyir, bir gələnlə bir gedənin qarşısını almaq qeyri-mümkündür. Lakin o periyodda nə? Deyir, Süleyman Rüstəmin bir söz var. Hər kəs ki 100 il yaşamasa təqsir onun özündədir. Yəni insandan asılıdır. İnsan daxilən təmiz olsa, mənlə təmiz olsa, pislik eləməsə, xain olmasa, xəbis olmasa, yəni insanlara xoş münasibəti olmasa, əlbəttə o insan tez qocalır. Daha da yaxşı olsa daha nə oldu? Yox, indi hamıya da yaxşı ola bilməz. Amma təsir əks təsirə bərabərdir. Yaxşı olarsan, yaxşı münasibət görərsin. Növbəti qonaqlarımızı dəvət edin studiyamıza gəlsinlər. Onlarla bu barədə çox maraqlı söhbətimiz olacaq. Belə işlər. Məhz bizim bugün həqiqətən elə qonaqlarımız var ki, bilsən, onların hər birini dəfələrlə efirdə qonaq olublar və görmürsən hansı nöqtəyə nəzərdən nə cür yanaşırlar məsələlərə və artıq obrazları canlanır dərhal göz qabağında. Azərbaycan əməkdar artisti Zöhrə xanım Abdullayeva dəvət edirəm. Buyurun. Michelle Taylor and Mr. Worldwide. All my sexy ladies, just come out and play. All my sexy ladies. Zöhrə xanım, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir. Hamınız sabah xeyir olsun. Yaxşıyam. Siz özünüzü necə hiss edirsiniz? Cavan, orta yaşlı? Allah, mən orta yaşda. Yoxsa yuxarı qalxırsınız yavaş-yavaş? Yox, hələ ki ortadayam. Hələ qalxırsınız? Qalxmıram hələ qalmışam ortada. Hələ qalmır, nə o yanlıqdır, nə bu yanlıq belə. Müvazinat saxlamısınız hələ. Onun da özü böyük bir məharət tələb eləyir. Zirvədə qalıb balans saxlamaq çətin məsələ. Amma həqiqətən, Arif müəllim müəyyən məsələlərin üstünə açdı. Dəfələrlə qonaq olmuşsunuz studiyada və dəfələrlə söhbət eləmişik və hər dəfədə qulaq asmışam. Hər ikiyüzdə məhz ürəkdə nə varsa onu demək var. Açılan kimi dərhal hamısını deyirsiniz. Eyni zamanda yəni insanlar da var ki, məhz onlar nəyəsə daim işərlərində saxlayırlar, heç nə demək istəmirlər. Düzdür, danışır, amma belə də, o rusun sözü olmasın, qavarit, no ni o çom. Danışır, amma heç də barədə danışmır. Məhz insanın özünün daxildə həmin o hissiyatı, bu danışığa təsir edir ya yox, o danışıqla insanı tutmaq olur ki, bu nə mənədir.
Olur. Arif adam adama baxan kimi bilir ki, kim nədir və kim kimdir. Kim kimdir hətta. Düz indi müəyyən məqamlarda hələ sizi götürəcək rəqam. Müəyyən məqamlarda hansısa bir nəyisə bir üzə verməzsiniz, şərdə saxlayarsınız. Amma insan özü ilə təkliyində qalanda əsl insan həmin məqamda olur, tək qalanda. Tək qalanda Zöhrə xanım tamam başqa Zöhrə xanımdır, yoxsa indi gördüyümüz? Yox, elə necə var Heyliyə? Yaxşı da. Valla. Amma bir dəyişiklik ondadır ki, aqressivliyim azalıb. Məsələn, bildiyimi son vaxtlar o adamın üzünə vurmuram. İnsan illər keçdikcə müdrikləşir. İllər özünü göstərir. Həm xasiyyətdə, həm fiziki cəhətdən. Gəl real danışaq. Qeyri-mümkündür 18 yaşa qayıtmaq. Ruhun yaşı olmur. Ruh elə 18 yaşındadır. İnsan cismən qocalır, ruhən yox. Düzdür Arif müəllim? Təbii, təbii. Ruh elə ruhdur. Cismi qoyaq qırağa, problem yoxdur. Məhz ruhən insanın cavanda qalması mənə daha maraqlıdır. Çünki bizdə bir tərdə Azərbaycanda, bizdə insan özünü daxildən cavan saxlayırsa, hamı ona belə baxır ki, yüngülün biridir. O maraqlı bir söz var, hüddürüm deyirlər. Amma düzdür də İlqar. Məsələn, mənim fikrimcə 40 yaşından sonra qadın, mən ümumiyyətlə elə geyinməmişəm, qısa qol geyinməməlidir. Ümumiyyətlə dini İslamda qadının intim yeri görünməməlidir. Qolunun altı. Qadın qısa qol geyinməməlidir. Bir də 40-45 yaşından sonra bədəndə fiziki cəhətdən dəyişikliklər gedir. Piylənmə, selulitlər, onlar örtülməlidir. Mən bəzən ekrana baxıram, baxırsan müğənni oxuyur, qolunu da qaldırıb, belə qol sallanır, belə. Külək vurur. Olmaz, heç olmasa güzgüdə özünə baxsın, düzəltsin o səhvlərini. Baxırsan surəti gözəldir, amma bədən... Əllərin qaldığını görsən, yox, neydi? Bu heç olmasa dirsəkdən biraz yuxarıya qədər qolunu bağlasın. Ya da əlin qaldırmasın göyə. Mən belə məsləhət verirəm. Mən sevmirəm qol açıq geyinməyi. Yaxşı. Bax belə, bu da sizin fikir bizdə. Hələ bizim çox, bizim cavan da dəvət edəcəm. Hələ bizim bir psixoloqumuza gələcək və psixoloqun özünə ən maraqlı məqamı nədir? Düzdür, psixoloqlar yaxşı danışa bilir. Amma onların əlində gizli silahları var ki, onları açıb qoyanda vəssalam. Söhbət testlərdən gedirik. Həmin o testlərlə insanı başlayanda araşdırmağa dərhal başa düşürsən ki, bu əsnə qalsa nə cür insandır və yaşlıdır, cavandır, qocadır, nədirsə, bütün bunların hamısı üzə çıxacaq. Amma indi mən növbəti bir qonağımızı dəvət eləmək istəyirəm studiyamıza. Bu dəfə artıq söhbət cavanlardan gedir. Rəşad Kəsəbənli, buyurun. Rəşad mənim, hər vaxtınız xeyir. Necəsiniz? Hər vaxtınız xeyir olsun. Mən də qonaqları salamlayıram, özümdə qonaq olmağıma baxmayaraq. Gözəl insanlarla bir yerdə olmaq da oradan da xoşdur. Lap yaxşı. Nüsrət Kəsəmənliyə cavanlıq şairi deyirdilər, cavan şair deyirdilər, sevgi şairi deyirdilər. Və məhz 57 yaşına qədər yazdı maşallah, 56 yaşına qədər maşallah yazdı və çox gözəl də yazırdı sevgilərdən, sevgidən daha doğrusu. Bu valideynin həqiqətən də ruhunun cavan qalmasına işarə edir, yoxsa ümumiyyətlə cavan qalmasına işarə edir? Yox, birisi mən belə bir şey araşdırmışam, mən özüm özlüyümdə düşünürəm ki, bir insanın iki yaşı olur. Bir xarici görünüş yaşı, bir daxili yaşı. İnsan var ki, baxırsan xarici görünüşündə hardasa bir 25 yaşı var, amma bir 40 yaşında insan kimi görünür. Deməli, onun xarici görünüşü ilə 40 yaşdadır. İnsan da var ki, baxırsan ki, daxili hardasa bu insanın xaricən bir 40 yaşı var, amma daxilən 20-25 yaşında bir insandır. Necə, yəni daxilən gəncdir, düşüncələri gənc düşüncəsidir, düşüncələri sağlam düşüncədir. Bunlar fərqli bir şeydir. Və bilirsiniz, ümumiyyətlə yaş elə bir şeydir ki, daxili gənc qalmaq gözəldir, yəni daxili gənc, daha doğrusu daxili böyümək gözəldir, çox gözəl bir şeydir, daxilən böyümək, yəni yaşından böyük düşünmək, gözəl düşünmək çox gözəldir. Amma bəzi insanlar var ki, tutağım 60 yaşı var, məsəl üçün götürək bir bəy və ya xanım, 70 yaşı var, amma özünü 18 yaşında qız kimi daxilən yox ha, xaricən geyinir. Və buna gözəl baxılır ki, yəni mən özümə xeyr, bu gözəl deyil. Mən məsəl üçün tutağım belə götürək ki, hansısa metroda və ya avtobusda gedirəm. Bir 70 yaşında xanım, əgər özünü 18 yaşında xanımın geyimini geyinirsə və dayanır başımın üstündə və məndən yer verməyini gözləyirsə, vallahi mən qalxmağa utanıram.
Nəyə görə utanıram? Çünki o insana bəlkə də yer versən, hələ nömrə də istəyər. Belə gələndə, məsəl üçün deyirəm. Yəni bir qadın, vallahi mən xoşlayıram ki, bir 70 yaşında qadına bir anam kimi, nənəm kimi, bir böyüyüm kimi baxım. Bir ona o cürə hörmət edin, bir əlindən öpüm onun bir böyüyüm kimi. Amma bu özünü mənlə bir yaşda hiss edəndən sonra, məsəl üçün məndən kiçik hiss edəndən sonra, mən buna böyük kimi necə baxım? Mənim üçün düzünə qalsa bu bir balaca mübahisəli fikirdə, əslində qalsa. Düzdür, mən yaşlaşanda özümü qətiyyən təsəvvür edə bilmirəm. Qəti. Çünki bir dəfə əlim yandı, vaxtı ikən mən 16 yaşında olanda mən özümü 30 yaşındakı kimi hiss eləmək istədim. Yəni özümü təsəvvür edim ki, mənim 30 yaşım olanda mən nə cür olacağım. 30 yaşda gəlib çatanda gördüm, yox. Tamamilə elə olmadı, tamamilə başqa bir obraz yarandı səndimə və demək ki, bundan sonra da özümü 60 yaşındakı görməsəm yaxşıdır. Həqiqətən, mən fikirləşirdim ki, 30 yaşında mənim bir dənə belə qəşəng, belə qalın bığım olmalıdır. Qaz 31-in arxa oturacağında oturmalıyam, qalstuk, qarın və s. və ilaxır. Sovet dövründə elə fikirləşirdim də. Qətiyyən elə olmalıdır. 31 oldu, bığla qarın olmadı. Beləncə, qalstuk da var idi, amma geyinmirdim. Neysə, ona görə də mən təsəvvür edə bilməm ki, insan yaşlaşanda nə cür ola bilər. Və niyə görə də sizinlə razı verirəm, onu da birazdan deyəcəm. Və növbəti qonağımızı dəvət eləmək istəyirəm studiyamıza. Bu şəxsin də fikirləri mənim maraqda. Azərbaycan Əməkdar Artisti Cabir Abdullayev, buyurun.